Deməli, İmişlinin deputatı Səyyad Ananın belə bir müsahibəsi qabağıma çıxıb ki, bəs 5000 manat mənə bəs eləmir, heç maşınım da yoxdur və əmək haqqının az olmasından gileylənib. İlk növbədə hörmətli Səyyad müəllimə demək istəyərdim ki, deputat, bir millət vəkili yalan danışmaz. Sənin əmək haqqın 5000 deyil, 7455 manatdır. Çünki rəsmi olaraq axırıncı dəfə Milli Məclisin qərarı ilə deputatların maaşı artırıldı və 2485 manat oldu və bildiyimiz kimi başqa bir qanunla da deputata əlavə olaraq öz maaşının 2 misli də əlavə olaraq verilir. Bu da toplamda 7455 manat edir. Yəni ilk növbədə hörmətli Səyyad müəllim, siz bir deputatsınız, millət vəkilisiniz. Siz yalan danışmamalısınız. Özü də açıq bir yalan. İkincisi, siz bir millətin vəkili olaraq heç düşünmürsünüzmü ki, əgər sizə 7455 manat bəs eləmirsə, bəs yazıq Azərbaycan vətəndaşı minimum əmək haqqı ilə çalışan 400 manat, 500 manat alan bir vətəndaşın da vəziyyəti nə yerdədir? Axı siz Yeni Azərbaycan Partiyasının təmsilçisiniz. Siz niyə bu məsələləri Milli Məclisdə qaldırmırsınız? Siz niyə Milli Məclisdə nazirlərdən hesabat istəmirsiniz? Bəs ölkədə vəziyyət çox acınacaqlıdır. Ölkədə insanların vəziyyəti çox pisdir. Əgər 7400 manat mənə çatmırsa, 400 manat bizdən, yəni deputatlardan düz 18,6 dəfə az maaş alan bir vətəndaş necə onda dolanır? Nə vəziyyətdədir, nə gündədir? Yəni siz bir deputat olaraq bunları niyə demirsiniz? Və bu bir daha da onu sübut edir ki, bizim Milli Məclisin deputatları millətin vəkilləri deyil.